Herkes salamlayıram. Eğer restoranlardakinden daha lezzetli fettuccine yemeyi istiyorsanız o zaman bu videonu sona kadar izleyin. Fettuccine'nin hazırlanması için bir soğanı xırda doğrayıram. İlk önce tavaya tereyağını alıram. Kızan yağa krevetkaları əlavə edirəm. Krevetkaları zövqə görə duz, istiyot və paprikadan istifadə edirəm. Krevetkalarım hazır olanda onları kənara alıram. Və eyni yağda soğanı qızardıram. Yağım az gəldiyinə görə biraz da əlavə edirəm. Soğanım qızarana kadar fettuccine makaronlarımı da bişiririm. Pişmesi çok vaxt almır. 8-10 dəqiqə vaxtınızı aparacaq. Suyuna da yarım xörək qaşığı tuz əlavə etmişdim. Soğanım qızarandan sonra üzerine sarımsağı əlavə edirəm və 1 stakan suyu da töküb qaynadıram. 5 dəqiqə qaynayandan sonra kremimi əlavə edirəm. Bu arada bildirmək istəyirəm ki, soğana tökdüyüm su makaronun öz suyuydu. Hazırladığım kreme tuz, istiyot ve paprika əlavə edirəm. Ve krem qaynamağa başlayan kimi sürtkəcdən keçirdiyim parmesan pendirini əlavə edirəm. Parmesan pendirini töküp karıştırıp üzerine krevetkalarımı əlavə edirəm. Krevetkaların ardınca pişen fettuccine makaronlarımı da tavaya əlavə edip bir yerde karıştırıram. 5 dəqiqədə bir yerde pişirdikten sonra hazırdır. Sizi əmin edirəm ki, çox bəyənəcəksiniz. Restoranlarda yediğinizden daha lezzetli olacak. Lezzetini ise sözlerle ifade etmek mümkün değil. Ona göre mutlak hazırlayın. Ve servis ederken üzerine parmesan peynirini süzgeçten geçirdirəm. Hazırlayan herkese nuş olsun. Videonu sona kadar izlediğiniz için teşekkürler.